gün məktəbimizdə keçirilən elm şənliyində riyaziyyat fənni üzrə hazırladığımız maraqlı layihələri təqdim etdik. Məqsədimiz riyazi mövzuları sadəcə düsturlar kimi deyil, əyani modellər və praktik nümunələr vasitəsilə izah etmək idi. İlk olaraq üçbucağın daxili bucaqlarının cəminin 180 dərəcəyə bərabər olmasını nümayiş etdirdik. Hazırladığımız model vasitəsilə göstərdik ki, üçbucağın üçbucağı bir xətt üzərində birləşdikdə açıq bucaq əmələ gəlir. Növbəti layihəmiz tək ədədlərin cəminin möcüzəsi adlanır. Burada ardıcıl tək ədədlərin cəmlərinin kvadrat ədədlər verdiyini nümayiş etdirdik. Beləliklə, riyaziyyatda mövcud olan maraqlı qanuna uyğunluqlardan birini əyani şəkildə təqdim etdik. Daha sonra kvadratlar fərqi düsturunun həndəsi isbatını göstərdik. Hazırladığımız model vasitəsilə fiqurların sahələrini müqayisə edərək bu düsturun necə yarandığını izah etdik və həndəsə ilə cəbr arasında əlaqəni nümayiş etdirmiş olduq. Digər işimiz dairənin çevrəsi və sahəsi ilə bağlı idi. Dairəni hissələrə ayıraraq onun sahəsinin necə hesablandığını göstərdik. Eyni zamanda çevrə uzunluğu və sahə düsturlarının da məntiqi izahını verdik. Bucağın növləri mövzusunda hazırladığımız model isə müxtəlif bucaqların ölçülərini və xüsusiyyətlərini daha aydın şəkildə göstərməyə imkan verirdi. Hərəkətli hissələr vasitəsilə bucaqların necə dəyişdiyini müşahidə edə bilirdik. Son olaraq sahə vahidlərinin çevrilməsi ilə bağlı layihəmizi də təqdim etdik. Bu model vasitəsilə kvadrat millimetrdən kvadrat kilometrə qədər bütün sahə vahidlərini bir-biri ilə əlaqəsini və çevrilmə qaydalarını izah etdik. Elm şənliyi şagirdlərimizin yaradıcılığını, araşdırma bacarıqlarını və riyaziyyata olan marağını nümayiş etdirmək üçün gözəl bir fürsət oldu. Bir daha əmin olduq ki, riyaziyyat sadəcə rəqəmlərdən ibarət deyil, düşünmək, araşdırmaq və kəşf etmək deməkdir. Diqqətiniz üçün təşəkkür edirəm.